O gün ki can verəcəyik. O gündən mən qeyd elədim, imam buyurur nə? Ölüm qədər Allahın bizə verdiyi yəqinlik yoxdur. Hamısında şübhəmiz var. Amma ölümdə yəqinliyimiz var. Biz öləcəyik bir gün. O öləndə də hal çox dəhşətli olur. Amma nədir? Vədə verib. Peyğəmbər Əleyhisselam da vədə verib, Əli Əleyhisselam da vədə verib. Hər kəs mənim risalətimi, hər kəs mənim imamətimi mərifətlə tanıya. Yəni söylənilən dəlillərlə etiraf eləyə və qəbul eləyə ki, Allahın əmridir ki, Peyğəmbər Əlini imam seçsin. Hər kəs bunu mərifətlə tanırsa, arifliklə tanısa, mən o şəxsin canı çıxmamış, onun başının üstündə rəhmətlə olacağım. İlahi, o kəlamada and verilik, öz kəlamları da and verilik. Bizi Mövla-i Müttəqiyan, Peyğəmbər və Əhl-i Beyti başımızın üstünə gətirməmiş dünyadan aparmacınan və dünya ahirətdə Əli şiəsi kimi, Əlinin vilayətini tanıyan mömin insanlar olanlardan bizi məhşur eləcənən və o şəxslər ki, Əlinin vilayətini tanımırlar, bilmirlər. İlahi, onları Peyğəmbər və Ali Peyğəmbər xatirinə Əli vilayətini tanımaq üçün təfəkkür və elm əhli qərar verginən. O insanlar ki, düşmən tuturlar, İlahi, sən də onları özün düşmən bilginən. O şəxslər ki, İslamı düşmən bilirlər. O şəxslər ki, müsəlmanlara zülm eləyərlər. İlahi, sən özün o zülmləri onların öz başlarına tökkinən. Və bir dənə ayəni də deyim, ondan da tamamlayayım. Və mən əzlamu mimmən zukkirə bi əyəti Rabbihi sümmə ərədə ənhə. Rabbinin ayələri ilə öyüd, nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalim kim ola bilər? Bax, bu ayədir ki, Səcdə surəsi 22-ci ayə. Yəqin ki, eşidənlər hamısı bu ayəni fikirləşərlər.